Çöldə bayırda 30-35 manat verib aldığımız dana qabırğanı Arazdan 6-7 manata aldım. Hər nə qədər ətin yumşaqlığına söz olmasa da kivi ilə əti yumşaltmaqda xeyir var. Ətin necə, nə qədər vaxt marinavat olunmağından çox şey asılıdır, amma bizim vaxtımız az olduğu üçün biz kividən istifadə edirik. Nəzərinizə çatdırım ki, əti kivi ilə marinavat etdikdən sonra əti 40 dəqiqədən artıq kividə saxlamaq məsləhət deyil. Yoxsa ətindən artıq yumşalacaq, hətta bir gün qalsa çürüyə də bilər. Kivinin tərkibində olan aktinidin proteini parçalayan bir fermentdir. Ətin əsasən zülal liflərindən ibarət olduğunu nəzərə alsaq, bu protein həmin lifləri parçalayaraq əti daha yumşaq edir. Aktinidin kolajeni və digər bağ toxuması zülallarını parçalayır. Bu xüsusilə sərt ət parçalarını daha tez pişməsini və daha yumşaq olmasını təmin edir. Uzun sözün qısası, ət marinavatda olarkən sən kofe və çayı içirsən, 20-30 dəqiqə sonra əti götürüb bişirməyə başlayırsan. Son olaraq qarnir olaraq mən göbələyi seçdim. Siz isə istədiyiniz hər hansı bir qarniri seçə bilərsiniz. Əti hansı Araz supermarketindən aldığımı böyük ehtimalla soruşacaqsınız. Əti bütün böyük Araz supermarketlərində demək olar ki, tapmaq olar. Mən hamısını da görmüşəm. Oliqarx olmasaq da bir günü özümüzə elə hiss eləyə bilərik. Göz haqqınızı halal eləyin. Videonun davamının gəlməsi üçün videomu bəyənib takib etməyi unutmayın. Elmi terminlə desəm lezzetlidir. Əti yumşaqlığı elə bir ki, körpü uşağın burası. Əmcə. Elə vurursan içəri batırır, yumuşaq. Bax elədir. Oradan çəkdim ama.